My family loves to buy fresh products. Mənim ailəm sevir təzə ərzaqlar almağı. From local farms, yerli fermadan. That's why, buna görə də biz hamımız go on Saturdays, gedirik şənbə günlər to the farmers market. Farmers market, yəni yarmarka deyirlər. Kənd təsərrüfatı mallarının yarmarkası. Yarmarkasına orada gəlirlər. Hər deməli şəhər ətrafı, şəhər kimi yerlərə, kənd yerlərindən gəlirlər, yumurtalarını, şəhərdə olmayan məhsulları satırlar. My husband is a hobby chef. Mənim ərim yəni hobbisi olaraq, yəni hobbisi şeflikdir də, yəni aşpazdır. Amma bu aşpazlıq bunun hobbisidir. Birə-bir mənası gəlmir Azərbaycan dilində. Həvəskar şef, belə deyək. My husband is a hobby chef. Mənim ərim həvəskar şefdir. And he only buys, o sadəcə alır vegetables at the market. Marketdən tərəvəz alır. Our favorite stand is at the end of the market. Bizim sevimli stand, yəni yerimiz, duracaq yerimiz, yəni son yerimiz, dayanacaq yerimiz. At the end of the market, marketin sonudur. Where, hardaki, burada market bazar mənasındadır. We can also buy fresh herbs. Biz can also buy, alabilirik təzə herbs, yəni göygərtlər. Good morning Lisa and Harry. So nice to see you again. Yenidən görməyimə şadam. Good morning Bill. What is the freshest thing you have today? Ən təzə, nə var səndə bugün? Harry. You know that, sən bilirsən ki, all my products, mənim bütün məhsullarım are fresh, təzədir. Everything has just arrived directly from the eco farm. Hər şey has just arrived, gəlib çatmaq demək, burada gəlib. Directly, birbaşa. Eco farm, yəni heç bir təbii yetişən, məhsulların təbii yetişdiyi ferma nəzərdə tutur da. Yəni green plant deyil. Green plant nədir? İstixana. İstixana deyil. Süni yetişdirilmir. So, belə ki, from all the tables and stalls here, bütün stollarda və piştaxtalar, bütün stollar və piştaxtalar burada. Stalls nədir? Marketlərdə veşləri qoyurlar. O. You deliver them here first. Bura ilk gəlib çatıbdır. Deməli, you deliver them, sən onları çatdırmısan here first, ilk, yəni bura gətirmisən. That's right, düzdür. I am here at the entrance of the market. Mən burada marketin girişindəyəm. That's why, ona görə də my tablets come first. Mənim stolum birinci gəlir. Okay, Bill. Then we will have 2 pounds of tomato. Sonra bizə lazımdır 2 pound tomato, pomidor. And about 3 pounds of potatoes. Tomato. Hədə pomidor düzü dedim. 3 pounds of potatoes, 3 pound da kartof. And also a bundle of carrot, please. Və həmçinin bir bundle dəstə deməkdir. Dəstə markov. Anything else, başqa nəsə? Do you also sell figs? Sən deyir, also həmçinin incir satırsan? No, they don't grow around here. Burada ətrafda yetişmir. Okay, how much do I owe you? How much, nə qədər do I owe you? Mən sənə borclandım. That's $6 total. Bu cəmi $6 edir. At school, məktəbdə, Sandra asked her classmate. Sandra sinif yoldaşından soruşur. Is it true that, doğrudur ki, old people smell different? Qoca insanlar fərqli, yəni iylənir. Her friend Gabi replies. Onun dostu Gabi replies, cavab verir. Well, they all smell rotten. Well, yəni yaxşı. They all, onların hamısı, smell rotten, yəni çürümüş iylənir. John laughs. John gülür. No. Only the dead are rotten.
Only sadəcə dead ölülər are rotten çürüyür. Old people are not dead yet. Qoca insanlar hələ ölü deyil. They are still alive. Onlar hələ canlıdır. Gabi chuckles. Gabi yəni gülür. Burada mənfi mənada deyirlər və irişir bu mənada. Alright, yaxşı. Then we will call them mature. Biz deyir onları, we will call, biz adlandırırıq them onları mature, yəni yetişkin. But as a matter of fact, əslində, I don't care. Mən maraqlanmıram. How we call old people. Qoca insanları biz necə çağırırıq? I just don't want to be near them. Mən sadəcə don't want, istəmirəm to be near them, onlara yaxın olmağı. John raises his hand. John əlini qaldırır. Wait a minute. Bir dəqiqə gözlə. I once saw an experiment. Mən once bir dəfə saw an experiment, bir eksperiment gördüm. On YouTube'da. It shows that, o göstərirdi ki, old people don't smell any different. Qoca insanlar don't smell, iylənmir, fərqli. Scientists led 3 groups of people. Scientists 3 grup insan qoyur, sleep, yatmağa. In shirts, yəni şortlarında. Old, middle-aged and young. Qoca, middle-aged, orta yaşlı, and young və gənc. Each person, hər bir şəxs had to sleep in the same shirt. Hər biri eyni şortda yatmalıdır. For 5 nights. 5 gecə ərzində. For ərzində. And və the shirts were not washed. Şortlar, yəni şortik deyək də, yuyulmur. Then they asked volunteers to smell the shirts. Oh my God. Sonra they asked, onlar istəyir ki, volunteerlardan to smell, iyləsinlər şortsları. The volunteers didn't know. Volunteerlar bilmir. Which shirt came from what group? Which shirt, hansı şortik came, gəlibdi, from what group? Hansı qrupdan? But all agreed, hamısı razılaşır ki, and said that, razılaşır və deyir ki, the shirts of old people, qoca insanların şortları smelled the best, ən yaxşı qoxuyur. What kind of volunteers were these people? What kind of, hansı növ, nə cürə? Volunteers, yəni könüllülərdir. Were these people, bu insanlar. Kim want to smell? Kim istəyər old people's shirts? Qoca insanların şortunu. Ask Sandra. Sandra soruşur. John, they were, onlar, of course, əlbəttə, old retires. Qoca pensionerlərdir. Last week, ötən həftə, I rode a bike to the university. Mən universitetə velosiped sürürdüm. There were 2 bicycle paths on the road. On the road, yolda 2 velosiped cığırı var. On the opposite side, əks tərəfdə, was a young girl. Gənc bir qız vardı. She looked very beautiful. Çox gözəl görsənirdi. She rode with me. O mənimlə sürürdü paralel. Yəni paralel sürürdü mənimlə. One direction, bir istiqamətdə. Suddenly she stopped. Qəfildən o dayandı. And yelled at me. Mənə qışqırdı. You are driving on the wrong side. Sən sürürsən on the wrong side. Yəni səhv tərəfə sürürsən. We both stopped. Biz ikimiz də dayandıq. She came closer. O daha yaxına gəldi. Closer, daha deməkdir. Don't you know, bilmirsən the traffic rules, trafik qaydalarını. She asked me, məndən soruşdu. I said, mən dedim, I just wanted to save time. Mən sadəcə vaxtımı qorumaq istəyirəm. She replied, o cavab verdi, you don't save time. Sən vaxtını qorumursan if you hurt someone, əgər kimisə incitsən. An accident, hadisə, could damage your bike. Sənin velosipedini, yəni
zədələyə bilər. You could end up in the hospital. Sən deyir, yəni xəstəxanada tapa bilərsən. You could end up in the hospital. Yəni xəstəxanada tapa bilərsən özünü. You have to take your time. Sən vaxtını yəni qorumalısan. Accidents hadisələr happen every day, hər gün baş verir. Because çünki people don't have time. İnsanların vaxtı yoxdur. Do you want to get hurt as well? Sən incitmək istəyirsən həmçinin. I then ask her. Sonra mən soruşdum. Are you married? Sən evlisən?